Şah İsmail Türk dünyasına düşman olmuyor. Yani Şah İsmail Türk dünyasının qaşı olub, cəvahiri olub. Yəni Şah İsmaila türklər orta əsrlərdə analoqu olmayan, tayı bərabəri olmayan Piri Türk ləqəbini veriblər. Türklərin Piri ləqəbini veriblər. Baxın, Anadoludan, Xorasandan, İraqdan, Suriyadan türklər öz mərkəzi hakimiyyətlərinə üsyan edib, Şah İsmailin xidmətinə Azərbaycana gəlirdilər, qardaş. Başa düşürsünüz, təsəvvür edin, Anadoluda yaşayan türkmənlər Osmanlıya qarşı üsyan qaldırırdılar ki, bıraxın bizi Şaha gedirik. Yəni Şah İsmaila Türk Piri ləqəbin türklər veriblər. Türk Pir bilsinədir, yəni türklərin böyüyü, ağsaqqalı, sevimlisi. Yəni Şah İsmaildən başqa bu ada, bu ləqəbə layiq olan yoxdur. Məhəmməd Əmin Rəsulzadə Bolşeviklərin Şərq Siyasəti adlı əsəri var və o əsərin 53-cü səhifəsində həmin mən dediyim bu faktı Məhəmməd Əmin Rəsulzadə qeyd edir. Məhəmməd Əmin Rəsulzadə deyir ki, Şah İsmailin sarayı Azərbaycan türk ədəbiyyatının və mədəniyyətinin beşiği akademiyası idi. Və həmin o türk piri məsələndə Rəsulzadə öz kitabında qeyd edir. Bolşeviklərin Şərq Siyasəti səhifə 53.